Utanmadan, çəkinmədən bu görüntünü sizlərlə bölüşürəm. Mən elə bilirdim ki, mənim qazım təmizdir, çünki hər cür yağ çözücülərim var və hər dəfə təmizləyirəm qızlar. Amma sən demək ki, bu par təmizləyicisi ilə çox gözəl təmizlik eləmək olar və bütün yağları içdən çıxartmaq olar. Deməli, bu par köməkçisini mən 105 manat almışam Şahin Electronics'dən və çox razı qalmışam. Bunu alandan evin hər küncünü təmizləyirdim və istədim ki, sizinlə də bölüşüm. Birinci qazımdan başladım. Qazımın hər yerini təmizlədim qızlar. Yağ çıxan yerlərə mən çox yağ çözücü vura bilmirdim. Çünki sonra qazımın gözü tutulur və qaz gəlmir. Amma bununla rahatlıqla təmizlədim və qazında tutulma falan olmadı. Gördüyünüz kimi super yağlar təmizlədi. İkincisi isə mikrovalnovka. Mikrovalnovkaya deyilənə görə kimyəvi nəsə vurmaq olmaz, yağ çözücülər vurmaq olmaz. Ona görə də bununla təmizlədim və çox razı qaldım. Təbii ki də hamama keçdim və əlim çatmayan yerləri də bu par köməkçisi ilə təmizlədim. Ümumiyyətlə, evin bir çox yerini təmizləmişdim. Sadəcə çəkdiklərim bu idi qızlar. İnanın ki, qalmış, qurumuş kirləri belə çox gözəl təmizləyir. Ən əsası isə pəncərəyə keçdim qızlar və inanın ki, pəncərəni necə təmizlədi, necə gözəl parıldatdı. Məncə nəticə göz qabağındadır. Çox bəyəndim qızlar. Ona görə də bundan sonra pəncərələrimi, yağlarımı bu köməkçi ilə təmizləyəcəm. Almaq istəsəz buyurun, səhifəni videonun altından qeyd eləyəcəm. Siz də sifariş eləyə bilərsiniz.